6 sual Kavralin-azda. Vahid müəllim, salam. Salam, xoş gəlmişsiniz Kamran bəy. Zəhmət olmasa Kavralin-az haqqında bizə məlumat verin. Kavralin-az deməli 2012-ci ildən təsis olunub. 2012-ci ildən bu tərəfə iri addımlarla addımlamışıq. Şükür Allaha yaxşı bir konuma gəlmişik. Çox çətinliklə, çox əziyyətlə. Amma şükürlər olsun ki, yaxşı bir səviyyəyə gətirib çıxartmışıq və bundan sonraki də hədəfimiz daha yaxşı, daha etibarlı olmaqdır. Yəqin ki, buna da nail olacağıq inşallah. İnşallah. Kavralin-az hansı yerli, böyük, iri tədbirlərdə, layihələrdə iştirak edir? Yerli layihələrimiz çoxdur. Həqiqətən artıq demək olar ki, sizə nə deyim, bütün dövlət layihələrində iştirak edirik. Tikinti şirkətləri ilə bərabər böyük layihələrdə iştirak edirik. Sizə bir neçəsini misal olaraq deyə bilərəm. Məsələn, Abşeron qrup otellərinin demək olar ki, çox hissəsinin döşənməsini biz eləmişik. Son olaraq Qarabağda, Xankəndidə otellərin demək olar ki, 60%-ni biz döşəmişik. Və aeroportlar, hansı ki, Azər Şirkətlər qrupuna aid olan aeroportlar ki var, yeni açılan aeroportlar. Belə hal-hazır ki, aeroport, yer döşəmələrinin hamısı bizə məxsusdur. Demək olar ki, belə deyək, ölkədə ən güclü, ən etibarlı şirkətlər bizə etibar edirlər bu işi ki, döşəmədə həqiqətən də biz öz sözümüzü demişik. Əla. Azərbaycanda hər il böyük, iri, beynəlxalq layihələr keçirilir. O layihələrdə də iştirak etmisinizmi? Bəli, bizim ən böyük layihələrimiz belə deyək, qlobal layihələrimiz təsadüf edir 2018-ci ilə. 18-ci ildən daha doğrusu birinci layihəmiz orada başlayıb. UEFA-nın son 2 oyunu Azərbaycanda keçirildi, Olimpiya stadionunda. Orada 14.000 kvadrat sahəni stadion içərisini qazonla döşəməli idik. Montaj, demontaj, təzədən yenə ikinci oyunda döşənmə. O layihəni biz 2018-dən yerinə yetirdik və ondan sonraki 2021-ci ildə yenə eyni oyun oldu. Sonra hər il Azərbaycanda keçirilən Grand Prix oyunlarında iştirak edirik. Son COP29 Azərbaycanda keçirildi keçən il. O layihədə dünyadan 3 dənə şirkət var idi, Kavralin olaraq. Biri də biz idi, bizim şirkət idi. O layihədə iştirak elədik və təşkil edən şirkət tərəfindən də təşəkkürnamə əldə elədik. Möhtəşəm. Bir neçə gündən sonra yerli şirkətlərin 6-cı dəfə tanıtım sərgisi keçiriləcək. Siz həm bu sərgidə varsınız, həmçinin bundan öncə də bir çox sərgilərdə iştirak etmişsiniz və xidmətdə göstərmişsiniz. Bunlar haqqında bizə məlumat. Marşrut Şirkətlər qrupunun təşkil etdiyi sərgidə daha çox aktiv iştirak edirik və o sərginin tam olaraq döşənmə hissəsində biz üzərimizə götürürük. Bu il də bu sərgidə iştirak edirik 18, 19, 20, 21 iyunla. 63 kvadratlı prezidentimiz var, gözəl kreativ prezidentimiz var. Hər kəsi də dəvət edirik bizim stentə. Sərgilərlə bağlı deyə bilərəm, çox belə deyək, ticarət üçün, biznes üçün lazımlı bir, labid bir şeydir. Azərbaycanda da şükür Allaha bu işi demək olar ki, tam oturub yerinə. Vahid müəllim, Kavralin-azın əlavə xidmətləri varmı? Kavralin-azda bəli, əlavə xidmətlərimiz çoxdur. Buna əlavə eləsək, yerində kəsilib tikilməyi, kənarların avrolok olunmağı, sonra hansı hissələrin bir neçə vaxtdan sonra yana bilər, deşilə bilər, kəsilə bilər, onların təzədən təmin olunmağı və eləcə də təmizliyi. Məsələn, Kavralini döşədikdən sonra, ola bilsin 6 ay sonra, 1 il sonra hansı hissələr tamam çirklənə bilər və bu belə də olur. Onun təmizliyini də biz 2 ildən artıqdır ki, üzərimizə götürmüşük ki, profesional formada təmizləyirik və hər kəsə də elə buradan istəyirəm ki, deyəm ki, Kavralin təmizliyini bizə etibar edin. Və 6-cı sual. Vahid müəllim, Kavralin-az yalnız kavralinlər satmır. Bildiyim qədər xalçalar da var. Biraz bu haqda bizə məlumat verin. Kavralin dedikdə ümumiyyətlə yer döşəmələri nəzərdə tutulur. Xalça və onun tipli bütün yer döşəmələri və bərabər olaraq Kavralinlə bizim xalça satışımız da var, ev xalçaları.
Bu sərgidə hansı ki 18, 19, 20, 21 Marsolun təşkil elədiyi sərgidə də xalça üçün də yerimiz var. Bir 60 kvadratlıq da bir sahəmiz var. Orada xalçaları bu il ekskluziv olaraq sərgiyə özəl 50-70% endirimlə satırıq. Yəni hər kəs tələsin. Çox möhtəşəm endirimlərdir. Hər kəsi gözləyirik. Əla. 6 sualın cavabını Kavralinazın rəhbəri Vahid müəllim Hüseynovdan eşitdik. Vahid müəllim, təşəkkür edirəm. Çox sağ olun.